Bahalaşıb hər bir şey. Nətər olacaq? Dollara qarşı pis. Biznes zəifdir. O bir məsələ var. Bizim xalqda özümüz xalqda nədir elə hər şey qiyməti qalxım samat eşinə deyəndə. Ay başıma dönüm. Dollarla alınmayıb mal, köhnə mallara qiymət vurub. Xeyr ola. Niye vursun? Niye vurursan? Niye öldürürsən məni? Niye öldürürsən məni? Qoy köhnə malın qutarsın, nənə qurban. Nənən qadoy alasın. Köhnə malın qutarsın, təzə mala qiymət vur. Niye diri-diri öldürürsünüz bizi? Neye göre diri-diri öldürürsünüz bizi? Onda bir kuyu kazın bizi atın içine bastırın da. Yaşayışdır. Vallahi bir dənə nəvə saxlayıram, onu fərri mən saxlaya bilmirəm. Uşaqlar acından ölürlər. Allah'a and olsun. Eve getirip biz bıraktık. Gelmişiz 5 tane elimizde limon satırıp polis de bu taydan vurup başımıza der satma küçü al verip qadağandı. Ben neyle biz? Pensiya almıram, maaş almıram. Uşaqlar işlemir. 2 tane uşağım var. İkisi de hastadır. Belki bir 2-3 de rengi görmemişim ben. Ancak kartop doldu bir elde. Ne yediği bilmiyorum. Kartop yine yerdi o da pahalaşır. Onu 10 manata bir kisasını kaldırım. Onu kim alabilir? Günde 3 manat, 4 manat bana limondan kalır, o da polis koymuyor. Oturmuş buradan oraya kovur der, küçük kanunu yoktu. Gidin hükümet icazə versin, biz de sizi koyar. 120 manata pensiya alıram. Evlatlarım da işləmir. Necə olar vəziyyət? Çox acınacaqlı, çox pis. Bankdakı oğul da bura gəlmişəm. Dollarla götürülübdü, bu saat bala imkan yoxdur ki, mən onu qaytarmağa. Bax, indi bankdan gəlirəm. Gah deyirlər uzadılar, gah deyirlər faizə azaldırlar. Bank deyir, necə götürmüsən, elə də gətirib ver. Mən nə bilim, mən bilirəm bir şey. Nə bilim. Qiymətlər necədir? Necə təsir? Mən nə bilim, qiymətdən xəbərim var mənə. Ev heç nə almırsınız? Hələ almamışam da, yəni bundan sonra alanda biləcəm. Bax bu soğan ki bizim yerli malımızdır. O soğanı niyə bahalaşdırıblar? Bax niyə bahalaşdırıb? 45 qəpik idi, eləyib 60 qəpiyə soğanı. Göyərtini həmişə 15 qəpiyə yazırdı, qoyurdu. İndi yazıb ki 6 dənəsi 1 manat. Hayaman ki oradan 10 qəpik bunun cibinə gəlsin. Bu baxardan bu ki soğan ki xaricdən gəlmir ay balam. Soğan bizim yerli malımızdır da. Bu kasıb küsubu da təkcə bir pensiya ilə dolanı da bir nəzərə alsınlar da. Hər şey bahalaşıb da. 30%-dən 50%-ə produkt qaldırılıb. Gündən günə hər şey, siqaret, sənaye malları hamısı qalxıb. Çətin olacaq cəmiyyət üçün. 11 manat olub məsəl üçün 7 manatlıq yağ. Çox çətindir. Mən də pensiyaçıyam. Mən 150 manata gedib nə ala bilərəm? Əhalinin əsasən aşağı təbəqələrinə çox pis təsir edir. Verdikləri təqaüdlə bu bahalaşma uyğun gəlmir axı. Dolanmaq çətin olur. Pis təsir edir. Toyuq çıxıb papağına, ondan sonra ət də ki ondan bizi betər. Heç nə yoxdur. Ona görə də heç nə almadım, çıxdım dükandan. Məsələn, toyuğu verirdilər 2.40-a, verdilər 2.60-a. Ancaq bunu bilirsən ki, hökumətdən gəlməyib bu bahalaşma, özlərindəndir.